Müğənni Musa Musayev ailəsi xalq artisti Niyaməddin Musayev və qızı Röyanı hədələyib. Yenilik Kəz xəbər verir ki, tarixin bir günü verilişinə qatılan Musa, xanımı Təranə Qumralın qızı Qumralın mahnısının YouTube-dan silinməsinə əsəbləşib. O, əmsi və onun qızını hədələyərək onları biabır edəcəyini deyib. Elə bir şey deyərəm ki, Azərbaycandan qaçarsınız, Azərbaycanlı görəndə gizlənərsiniz. Bəsdirin, oturun yerinizdə. Mənim üçün də ayıbdır bu sözü deyim. Amma bıçaq sümüyə dirənib, özümünküləri deyirəm. Gedib haralarda yaşayırsınız ki, sizləri tanıyan olmasın. Bilmirsiniz nələr var bunun altında. Nə qədər bizimlə dirəşirsiniz, mən də sözümü deyirəm. Elə deyərəm ki, 7 qatınızdan keçər. Dəli adamam, deyərəm və sizi rədd edərəm. Qeyd edək ki, Musa və qohumları küslüdür. Buna səbəb isə müğənninin Təranə Qumralla ailəli olmasıdır. Onlar arasında növbəti qalmaqala səbəb Qumralın Niyaməddin Musayevin mahnısını oxuması olub. Müğənninin qızı Röya mahnını YouTube-dan sildirib.